Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiyayı vel mursalin. Nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Əziz, qiymətli qardaşlar, hörmətli cəmaat. Aləmlərin Rəbbi olan Allaha sonsuz həmd sənalar olsun. Onun sonuncu peyğəmbəri Muhammed sallallahu aleyhi və səlləmə, onun ailəsinə, səhabələrinə, əhl-i beytinə və qiyamət gününədək onlara gözəl şəkildə tabi olanlara Allahın salavatı, salamı, xeyir duası, bərəkət olsun. Allah Resulü Muhammed sallallahu aleyhi və səlləmin ədəb və əxlaq mövzusunda olan hədislərin oxumağa davam edirik. Resul sallallahu aleyhi və səlləm məşhur səhabə Abdullah ibn Vaqid Əl-Leythinin, Allah Teala ondan razı olsun, rivayet etdiyi hədisdə belə buyurur. Kulu vəddəxiru vəttəciru. Qurbanın ətindən yeyin, ondan saxlayın və ondan ehtiyac sahiblərinə, fağır fuqaraya verin. Başqa bir ləfizdə isə Allah Resulü Muhammed sallallahu aleyhi və səlləm buyurur ki, فَكُلُوا وَادَّخِرُوا وَتَصَدَّقُوا. O qurbanın ətindən yeyin, özünüzə saxlayın və ehtiyac sahiblərinə verib onlara sədəqə edin. Bu hədis başda İmam Malik olmaq ilə bir çox hədis alimlərinin rivayet etdiyi Hafiz Əl-Beyhaqi, İbn Hibban və başqa alimlərin rivayet etdiyi hədisdir və hədis mötəbər, həsən hədisdir. Bu hədisin şərhi haqqında alimlər buyururlar ki, həqiqətən də müsəlman ictimaiyyətinin bir bədən kimi olması, mehribansılığı, qardaşlığı olduqca mühümdür. Hansı ki, dinimiz bizlərə qardaşlığı, mehribansılığı əmr edir və bir cəsəd kimi, bir bədən kimi olmağımızı buyurur. Və nə zaman ki, onlara bir kasıbçılıq və ya bir sıxıntı və ya bir yoxsulluq gələn zaman gərək ki, müsəlmanlar bir-birlərinə köməklik edib, onlara yardım etsinlər ki, beləcə o sıxıntı, o problem aradan qalxsın və mehribançılıq olsun, qardaşlıq güclənsin və kasıbların qarnı doysun, ehtiyacları ödənilsin və sədəqəyə, köməkliyə ehtiyacı olan şəxslər isə Allahın müvəffəqiyyəti ilə köməklik olunsun və onlar da o yoxsulluq hallarından çıxsınlar. Rasul sallallahu aleyhi və səlləm məhz qurban ətləri haqqında səhabələrinə tövsiyə edir. Əlbəttə, insan qurban kəsir Allaha yaxınlaşmaq üçün. Allaha yaxınlaşmaq üçün qurban kəsmək böyük ibadətlərdəndir. Hansı ki, artıq biz qurban bayramının, qurban günlərinin olduqca yaxınındayıq. Və dinimiz buyurur ki, Allah Teala Quran-ı Kərimdə buyurur, فَصَلِّ لِرَبِّكَ وَنْحَرْ. Rəbbin üçün namaz qıl və qurban kəs. Başqa bir ayədə Allah Teala buyurur ki, قُلْ إِنَّ صَلَاتِي وَنُسُكِي وَمَحْيَايَ وَمَمَاتِي لِلَّهِ رَبِّ الْعَالَمِينَ. De ki, mənim namazım da, qurbanım da, həyatım da, ölümüm də aləmlərin Rəbbi olan Allah üçündür. Aləmlərin Rəbbi olan Allah üçündür. Allah Teala bizə bunu söyləyir. Və o kəsilən qurbanların Allah Subhanahu taalaya çatan yalnız sahibinin ixlasıdır, təqvasıdır, şəriətlə bunu etməsidir. Allah Teala buyurur ki, "Lən yenalallaha luhumuha və la dimauha, velakin yenaluhu taqva minhum." Nə onların əti, nə də qanı Allaha çatmaz, Allaha çatan sizin təqvanızdır. Mühüm olan insanın qurban kəsməyi və bu ibadəti yerinə yetirməli. Bu ibadəti yerinə yetirdən sonra yaxşı olar ki, əlbəttə vacib deyil. Ondan özü yesin və sonra o qurbanın qalan hissələrin bir qismin qohum əqrabaya, qonum qonşuya versin və bir qismin də kasıb, fağır fuqara ehtiyac sahiblərinə versin. Və beləncə həqiqi Qurban-ı Kərimin, qurban ibadəti həyata keçmiş sayılır və həm Allaha yaxınlaşmaq olduğu kimi, həm də insanların kasıbçılıqlarının aradan qalxması, o cəmiyyətin, o ictimaiyyətin düzəlməsi, o fağırlığın, o yoxsulluğun qismən də olsa aradan qalxması. Ona görə insanlar bu əzəmətli ibadəti yerinə yetirəndə mütləq kasıbların, fağır fuqaranın, ehtiyac sahiblərini də nəzərə almalıdırlar.
əlbəttə insan kəssə qurban ətindən yeyir və özünə saxlayır. Bir qismin yenə yaxşı olar, sünnədir. Əlbəttə vacib deyil, vacib olan qurbanı kəsməkdir. Lakin sünnə odur ki, vacibdən əlavə etdiyin könüllü ibadət. Yaxşı olar ki, ondan bir qismində kasıba küsbə, fağır fuqaraya verib onları sevindirəsən və bir qismi ilə də qohumları, qonşuları yad edəsən. Bax, bu qədər dəyərli cəmaat, Allah Resulü sallallahu aleyhi və səlləmin bizlərə öyrətmiş olduğu bu böyük əxlaq həqiqətən də olduqca əzəmətli və böyükdür. Dinimizin şüarlarından sayılan qurban ibadətini yerinə yetirmək, eləcə də qardaşlığı, mehribançılığı və cəmiyyətin islahını olduqca qoruyub saxlamaq, hamısı bu ibadətlərlə yerinə yetirilmiş olur. Kasıbların qarnının doyması, ehtiyac sahiblərinin ehtiyaclarının ödənilməsi və hamının o bayram günündə eyni bayram keçirməsi Allah Taala bu gözəl əməllə, bu gözəl sünnə ilə bizlərə buyurub. Allah Taala hər birimizi eşidib başa düşüb, faydalanan və